İnanmazdım ki, Babək yaradan aktyor o cür zarafat edə. Böyük sənətkarımız dünyadan köçdü və o öz adını tarixə qızıl hərflərlə yazdı. Qafqaz Info xəbər verir ki, Qafqaz Info bu sözləri Azərbaycan Kinematografiyaçılar İttifaqının sədri Rasim Balayevlə vida mərasimində əməkdar artist Rəhman Rəhmanov deyib. Rəhman müəllim, mən də həmişə düşünürdüm ki, ən çox yumorlu aktyor Rasim Balayevdir. Ciddi söhbət edəndə də o qədər yumorla danışırdı, çox ciddi olurdu siması. Danışanda da ciddi danışırdı, amma baxırdı ki, o ciddiliyin içində belə ünvana qədər dünya böyüklüyündə bir yumor var. Böyük şəxsiyyət, insan, aktyor Rasim Balayev tarixi qəhrəmanlarımızı canlandırır. Rasim müəllim mənim üçün iki qat əzizdir. O həm böyük sənətkardır, həm də mənə çox doğmadır. 20 il bundan öncə böyük bir tədbirdə mənə səhnədə Qızıl Dərviş mükafatı laureatını təqdim edib. Ondan sonra biz Rasim müəllimlə yaxın olmuşuq və mütəmadi görüşlərimiz olub. Yumoru, zarafatı sevən idi, amma ciddi yumoru. Mən inanmazdım ki, Nəsimini Babək yaradan aktyor o cür zarafat edə bilər. Doğrudan da mən də həmişə düşünürdüm ki, Rasim müəllimin daxilində çox böyük bir yumor var. Çox böyük.